Salam dəyərli izləyicilər, dəyərli dostlar. Bugün sizə Masazır qəsəbəsində 569 nömrəli marşrut xəttinə 100 metr, 50 metr məsafə yaxınlığında belə bir yeni təmir olunmuş, yeni tikilmiş ev çəkib təqdim edirəm. Dəyərli dostlar, dəyərli izləyicilər, evimiz 2 ailəyə tam yararlıdır. Qeyd edelim ki, qaz, su, işıq, kanalizasiya, bütün kommunal xidmətlər hamısı hazırdır. Evdə təmir son tamamlanma işləri gedir ki, bunlar hamısı tamamlanıb təhvil veriləcək. Marşrut yoluna, yəni 100 metr məsafədir dəyərli izləyicilər. Evin içini otaqları ilə mən sizə yaxından tanış edeyim. Gördüyünüz kimi pilləkənin kənarları qoyulacaq, təhvil veriləcək. Girən kimi sol tərəfdə yerləşir evin mətbəx hissəsi. Bu evimizin mətbəxidir. Yeri istipoldur. Mərmər qranit gördüyünüz yerlər hamısı istipoldur. Hamam, koridor. Belə bir geniş hamam hissəsi var dəyərli izləyicilər. Burada bir yataq otağımız var. Kombi sistem quraşdırılıb, radiatorlar bağlanmışdır dəyərli izləyicilər. Masazır qəsəbəsində yerləşir. Bura evimizin qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağı da genişdir, işıqlıdır. Baxın. Mərtəbə arası monolit betondur. Hər iki mərtəbə betondur. 5 otaqdan ibarətdir dəyərli izləyicilər. Bax, burada evin birinci mərtəbəsinə düşürsünüz. Buradan yol düşür evin birinci mərtəbəsinə. Pilləkənlər də betondur, üstü mərmər qranit qoyulmuşdur. Burada gördüyünüz kimi koridor vasitəsilə bölünür otaqlar. Deməli, bir otağımız burada yerləşir. Buranın da yeri istəşq olunub, beton verilib. Bir otağımız burada yerləşir. 2 yataq otağı, bir zal burada yerləşir dəyərli izləyicilər. Baxın, burada qonaq otağıdır. Orada da pəncərəsi var, evin arxasında da pəncərəsi var. Və burada da evin arxasına keçməyə boş sahəsi var. Buraya bir ki, paltar asmağa, nəsə artıq əşyaları yığmağa bir pamış yeridir. Bir şeyimiz də var burada. Dəyərli dostlar, dəyərli izləyicilər, bu evin qiyməti 115.000 manat təklif olunur. 115.000 manata deyilir. Paket kupsadır, evin də torpağın da kupsası var. Real müştəri olsa qiymətini danışıb razılaşmaq mümkündür təbii ki. Buyurun, kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.